Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. İcrası nəzərdə tutulmuş geniş miqyaslı layihəyə əsasən müasir avadanlıqlarla təchiz olunmuş dönmə kamerası metronun Eçəri şəhər əstansiyasının arxasında tikiləcək. Bu, həm bənövşəyi, həm də yaşıl xəttdə qatarların hərəkət intervalını azaltmağa imkan verəcək. Bu fikirləri oxu. Azı açıqlamasında Bakı Metropoliteni Əksinin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gözlənilən yeniliklərlə bağlı danışarkən deyib. O bildirib ki, hazırda minimum interval 4 dəqiqədirsə, gələcəkdə bu müddət bənövşəyə xəttdə 1 dəqiqəyə, yaşıl xəttdə isə 2 dəqiqə 30 saniyəyə enəcək. Sistem və infrastruktur tam yeniləndikdən sonra intervalın daha da qısaldılması mümkündür. Bu, metropolitenin fəaliyyətini daha səmərəli təşkil etmək baxımından vacib layihələrdən biridir. Depo istifadəyə verildikdən sonra tunellərin tikintisinə başlanacaq.